O gündən ana əmr eləyir evdə, ata onun itaətindədir. İnanın, uşağı ən böyük bədbəxt eləyən xüsusiyyət budur. Ana sultan oldusa evdə, şah oldusa, ata möhtərəm olmadısa. O adamlar ki, Peyğəmbərdən, məsum imamlardan uzaqdır, o insanlardır ki, ailə daxili münasibətləri düz deyil. İstəyirsən bir xalqı, bir milləti, bir ümməti Peyğəmbərdən, imamdan, müqəddəs şəxslərdən uzaqlaşdırasan, ailədən başlamalısan. Birbaşa ailə ilə əlaqəsi var. Mən eşitmişdim ki, Fransada şikayət eləmişdi uşaq ki, anam mənə çox nəvaziş edir. Dedilər, sən şəxsiyyətini alçaldırsan uşağın. Ona nəvaziş edirsən, o böyük şəxsiyyətdir. Məsələn, filan yaşa qədər uşağa deməm, ümumiyyətlə cinsin nədir, kişisən, qadınsan. Özü seçərsin, nə olar. Bunlar hamısı nəydən sonra mümkün ola bilir? Atanın avtoriteti ailədə sarsılır, atanın nüfuzu sarsılır və o zaman belə vəziyyət gəlir yaranır.